Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün uğur kurslarının keçirdiyi buraxılış sınaq imtahanından ingilis dili suallarının izahını verəcəm. Gəlin suallarımıza baxaq. Bu 10-cu siniflərə aid olan sualların izahıdır. Baxaq 56-cı sualımızdan. 56-cı sualda bizdən nə istəyir? Compound nouns. Bilir ki, bizdən nə istəyir? Compound deyəndə mürəkkəb isim. Baxırıq. Burada Englishman compounddur, toothbrush compound, amma German nədir? Sadə isimdir. Leadership-də burada ship şəkilçidir, düzəltmədir. B variantı yanlışdır. Relationship bildiyimiz kimi burada yenə ship düzəltmədir. Bedroom compounddur. Act da nədir burada? Düzəltmədir. C variantımız da yanlışdır. Spaceship compounddur. Warship compounddur. Citizenship burada nədir? Ship düzəltmə isim əmələ gətirib. D variantımız da yanlışdır. Newspaper, housewife, moonlight. Bunlar nədir? Bizim mürəkkəb isimlərimizdir. Düzgün cavabına qalacaq burada Y variantı. Choose the correct variant. Bizdən düzgün variantı istəyir. Bildiyimiz kimi food sayılmır. Yəni artiklı harda işlənirdi? Sayıla bilən tək isimlərin qarşısında. A variantı ola bilməz. Burada B-də traffic sayılmır. Qarşısında yəni artiklı ola bilməz. B variantımız da yanlışdır. Student sayılır. Biz artıq burada nəyə fikir veririk? Burada fikir veririk sözün tələffüsünə. Söz əgər samitlə tələffüs olunubsa qarşısında saitlə tələffüs olunubsa qarşısında artiklından istifadə edirik. Burada university deyir. Burada nə olacaq? Y ilə söz Y ilə tələffüs olunduğuna görə qarşısında nə olacaq? Artiklı. Eyni şey burada useful. Görürsünüz, samitlə tələffüs olunduğuna görə artiklı ola bilməz. D variantı yanlışdır. Information burada sayılmadığına görə qarşısında artiklı ola bilməz. Ona görə Y variantımız da yanlışdır. Düzgün cavabımız qalacaq nə burada? D variantı. 58-də yenə bizdən düzgün variantı istəyir. Bilir ki, only a few özündən sonra cəm isim gəlib. 1 doğrudur. Only few deyə bir şey yoxdur. 2 yanlışdır. Very few işlənə bilir. Sonra işlənə bilir. 3 burada doğrudur. Deməli 1-3 olacaq bizim düzgün cavabımız. Very a few olmaz. 4 yanlışdır. Cavab olacaq nə burada? Y variantı. Burada positive case. Burada nə istəyir? İsmin yəlik halını istəyir burada. It apostrof ümumiyyətlə yəlik halı deyil. A variantı ola bilməz. Trual neighbors. B variantı burada doğrudur. Apostrof S-dən sonra got gəlibsə yəlik halı deyil. B ola bilməz. Children kökündən dəyişərək cəmlənən isimdir. Apostrof S-dən əvvəl olmalıdır. D variantı yanlışdır. Burada görək ki, xəbərimiz yoxdur. Deməli, bu özü nədir burada? Xəbərdir. Həm də ayıncılı feil gəlib. Düzgün cavabımız nə qalacaq burada? Olacaq B variantı. Biz bilirik ki, ölkə və şəhər adlarının qarşısına artikl verə bilmərik. Boşluq. İkinci tərəfdə baxırıq. Sayılan isim var. Sayılan isim varsa mütləq qarşısında nəsə artiklını işlətməliyik. Çünki sayıla bilən tək isimlərin qarşısında biz boşluğu verə bilmərik. Deməli, ikinci tərəfdə boşluq olan variant hansıdır? Üzr istəyirəm. Birinci tərəfdə boşluq olan variant hansıdır? C variantı. Ona görə cavabımız nə qalacaq burada? Sözümüz də saitlə tələffüs olunduğuna görə artiklından istifadə edirik. Düzgün cavab qalacaq burada nə? C variantı. 61-ci sualımıza baxırıq. Boşluqdan sonra sayılmayan isim gəlib, düzdür? Deməli, burada ikinci tərəfdə baxırıq. It was nearly empty. Empty nə idi? Boş. Deməli, few-dan sonra cəm isim gəlməlidir. C-də few-dan sonra cəm isim gəlməlidir. Burada variant olaraq nə qalır? B, D, Y variantı, düzdür? A little-dan sonra, a little yəni çox olmasa da biraz, yəni yetərli qədər olduğunu göstərmək üçün istifadə olunur. B variantı olmaz. Əgər boşdursa, deməli bizə nə lazımdır? Burada mənfi mənalı söz lazımdır. A lot of da ola bilməz. Düzgün cavab nə qalır? Little. Little yəni bir şeyin qədərindən az olduğunu, kifayət olmadığını, yetərli olmadığını göstərmək üçün istifadə olunur. Düzgün cavab nə qalır burada? D variantı. Amma qrammatik cəhətdən tərcüməyə fikir verməsək, qrammatik cəhətdən burada B, Y variantda nədir? Doğru cavabdır. Baxırıq 62-ci suala. Uncountable noun istəyir. Uncountable nə idi? Sayıla bilməyən isim. 62-də kap sözü var. A variantı ola bilməz. B variantda hand sözü var. Sayılan da B variantı ola bilməz.
Düzgün cavab qalır nə? C variantı. Hər 4 sözümüz salimən isimdir. D variantda tree sözü var. Sayılandır. D variantı olmaz. Burada da flag sayılan isim kimi götürürük. Y variantda ola bilməz. Yəni ən azından hərəsində bir dənə sayılan isim görürsə, digərlərində var. Məşin sözü də sayılır. Nəyə çıxır? Sayılan isim olan variantları çıxırsa, avtomatik variant qalır. Düzgün cavab nə qalacaq burada? C variantı. 63-cü sualımıza baxırıq. Boşluqdan sonra nə gəlib? Burada bizdən artikel istəyir, sifətin üstünlük dərəcəsi. Biz bilirik ki, sifətin üstünlük dərəcəsində nə işləyir? Z artikel işlənir. World sözü ilə də həmişə nə veririk? Z artikeli veririk. In the world, live in, burada ölkə və şəhər adlarının qarşısında nə vermirdik? Artikel vermirdik. Z, ikinci tərəfdə boşluq olan variant var, elə bir variant. Düzgün cavabımız qalacaq nə burada? B variantı. 64-cü sualımıza baxırıq. Dokument verib, boşluqdan sonra cəm isim gəlib. İkinci tərəfdə boşluqdan əvvəl only, boşluqdan sonra of, cəm əvəzliyi verib. Deməli, birinci tərəfdə cəm isimlə işlənən quantify seçməliyik. D variantı ola bilməz. B variantı ola bilməz. Elotumuzun ofu yoxdur. İkinci tərəfdə only var, of var, cəm əvəzliyi var. Only fi işlənmir. A variantı ola bilməz. İkinci tərəfdə a little-dan sonra cəm əvəzliyi gələ bilməz. Y variantda yanlışdır. Düzgün cavabımız qalacaq nə? C variantı. Many ilə fu qalır. Burada bizdən düzgün variantı istəyir. Bilir ki, an artikelından sonra nətər isim gəlir? Sayılan tək isim gəlir. Burada H, burada tələffüz olunmur. A deyirik. 1 doğrudur. Rəqəmdən sonra cəm isim gəlib. 2 doğrudur. Severaldan sonra nətər isim gəlməlidir? Cəm isim gəlməlidir. Apostrof S-dən sonra olmalıydı. An, all, cins deyə burada cəmdə olduğuna görə qarşısına yəni artikel işlənməz. Ona görə 4-də yanlışdır. Düzgün cavabımız qalacaq nə? 2, 3, sonra 1, 2. A variantı. Burada da 3-də də ona görə çıxdı ki, rəqəmdən sonra cəm isim gəlməlidir. 66-cı sualımıza baxırıq. Dedi ki, okeanlardır, dənizlərdir, çaylardır, bunlarla nə işlənir? Z artikeli işlənir. Əsillərlə də nə işlənirdi zaten? Z artikeli işlənirdi. Hər ikisində Z. Düzgün cavabımız nə qalacaq? D variantı. Altmış 7-ci sualımıza baxaq. Boşluqdan sonra nə gəlib? Sailmen isim. Sailmen isim gəlibsə, deməli bizə nə lazımdır? Sailmen isimlə işlənən quantifiers lazımdır. Avtomatik many getdi. Elotof getdi. Sorry, elotof ola bilər. Elotofu saxlayaq. Elotumuzun ofu yoxdur. B variantı yanlışdır. Rəqəmdən sonra bilirik ki, cəm isim gəlməlidir. an artikeli harda işlənirdi? Sayıla bilən tək isimlərin qarşısında. Burada news sayılmadığına görə düzgün cavab qalacaq elə burada nə? C variantı. Ona görə ki, elotofdan sonra həm sayılan cəm isim gəlir, həm sayılmayan isim gəlir. Burada da boşluqdan sonra nə gəlib? Sayılmayan isim gəldiyinə görə düzgün cavabımız nə qalacaq? C variantı. To ban. Burada qadağan etmək, qadağa qoymaq. Burada elə bizim düzgün cavabımız nə qalır? 1 ilə 2, hər ikisinə də qadağa qoymaq. Bizdən nə istəyirdi? Close meaning. Close meaning nə idi? Yəni, yaxın mənalı söz nə seçirik? Həmin sözün sinonimini axtarmalıyıq. Burada düzgün cavabımız qalacaq nə? 1 ilə 2. Burada da 69-da short text verib. Birbaşa bunu oxumadan sizə cavabını deyəcəm. Baxağa görə inspire for at work. He paintings are known for the beautiful landscape. She also enjoys sharing her work at local exhibitions. Burada da bizim cavabımız var. Jane dislike painting. Əslində nifrət etmirdi. Jane only painting portraits. Xeyr. Jane prefer writing or over painting. C variantı da yanlışdır. Jane never paint outside. Bu da yanlışdır. Jane find inspiration in the countryside. Düzgün cavabımız elə burada nədir? 69-da Y variantı. 70-ci sual. Do you like to improve your English? Join our language course today. We offer classes for all levels, from beginners or advanced. You can learn speaking, reading, and writing it
not free. Baxaq görək. The course or for beginners only. Deyir, yalnız təzə başlayanlar üçündür. Yəni, beginner səviyyəsində olanlar üçün xeyr, elə bir şey yox idi. Yəni, bütün levellər üçün deyir var. All levels deyil. Sonra, you can learn different language skill or in the course. Deyir ki, bütün nədir? Dil bacarıqların bizim kursumuzda öyrənə bilərsən. Düzgün cavabımız elə burada B variantıdır. The course only teaches speaking. Yalnız speaking deyil də, axı reading, writing da vardı burada. Baxın, sonuncu cümlədə var. C variantımız yanlışdır. The course is free. Harda free'dir? Not free deyir. D variantı da yanlışdır. The course doesn't offer writing lessons. Yəni, deyir, yazı dərslərin niyə təklif eləmir ki? Deyil, elə sonuncu cümlədə writing da var. Ona görə düzgün cavabımız qalacaq nə? B variantı. Dear students, the final exam will be held on Friday, February 18th and 10 a.m. The exam will cover all the topics discussed during the semester. Be sure review your notes before the test. Baxaq görək. Burada da bizdən düzgün cavabı istər, yəni mətnin əsas məqsəd nədir onu da verəcək. The final exam to Tuesday. Hardaydı? Friday. The exam will begin at 9 a.m. 9 a.m. yox, 10 a.m.'da idi. B yanlışdır. C variantda yanlışdır. Burada Friday idi. Burada nədir? Monday. C variantı olmaz. The exam will cover only half the topics. Yəni deyir ki, mətnlərin yarısını əhatə edir, amma all of the topics deyir, yəni mətnlərin hamısını əhatə edir. Ona görə düzgün cavabımız qalacaq nə? Y variantı. (71) getdi, gəldik 72. 72 də mətnimizi oxumadan oxuyuram. Avropada, üzr istəyirəm, Avstraliyada yaşayan nədir? Bir qəbilədən danışır, insanlardan danışır. Gəlin görək suallarımızda nə istəyir. Burada what is the passage mainly about? Deyir, mətn nə haqqındadır? Yəni, mətnin əsas ideyası nədən söhbət gedir? Avstraliyada müasir həyatdan xeyr. A variantı yanlışdır. Aboriginal people and their culture. Bəli. Söhbət bunlardan gedirdi, onlardan özündən və mədəniyyətlərindən söhbət gedirdi. Düzgün cavabımız qalacaq B variantı. Cities in Australia. Avstraliyada olan şəhərlər haqqında xeyr. Avstraliyanın vəhşi yabani həyatından xeyr. D variantı da yanlışdır. Modern aboriginal lifestyle xeyr. Qədim elə aboriginallardan söhbət gedirdi, onların həyat tərzindən söhbət gedirdi. Ona görə düzgün cavabımız qalacaq burada nə? B variantı. So the correct answer to the question according to the passage. Burada bizdən nə istəyir? Sualı verib, deyir mətnə uyğun sualın cavabını tapın. How did aboriginal people find food in the past? Keçmişdə yəni bunlar nə ilə qidalanırdı? Yəni qidalarını necə əldə edirlər? Ərzaqları necə əldə edirlər? Gəlin görək, mətndə varmı bu sualın cavabı? Baxaq. Are native people Australia aboriginal community? Aha, elə burada birinci abzasda var. Aboriginal communities found food by hunting animals, fishing and picking fruits and plants. Baxın. Elə sualımızın cavabı buradadır. Baxaq görək. They found food by hunting, fishing. Cavab elə burada nədir? 73-cü sualımızın cavabı olacaq A variantı. 74-cü sualımızda yəni mətnə uyğun düzgün cavabı istəyir bizdən. Burada səhv istəyir, sorry, false. They found food by hunting, fishing and picking plants. Burada A variantı düzgün cavabdır, A ola bilməz. Aboriginal art was a big part of their lives. Baxaq görək, bunu saxlayaq. Aboriginal people respect each other. Elə burada cavabımız C variantı olacaq. Çünki burada mətndə var, onlar bir-birinə nə edirlər? Hörmət edirlər. Gəlin görək hansı abzasımızdadır.
Onlar adət-ənənələrində sadiq idilər və bir-birlərinə nə edirlər? Hörmət edirdilər. They believe also in part, they believe in medical experience world. Can't about how many traditional work protects the culture for the future. Baxaq görək hansı abzasdadır. Popular native peoples, the local and aboriginal. Deyib buradadır. Baxın. İkinci abzasda. Sualımızın cavabı nədir? İkinci abzasda var. Younger one. Baxın. Respected older people. Yəni deməli əgər cavanlar gənclərə hörmət edirsə, deməli bunlar nədir? Bir-birinə hörmət edirdi. Amma orada nə deyirdi? Deyirdi onlar bir-birinə hörmət etmirdilər. Baxın. Aboriginal people didn't respect each other. Bir-birlərinə hörmət etmirdilər. Düz səhv cavabımız elə burada nə qalacaq? C variantı. Yetmiş dördüncü sualımıza baxaq. Deməli, bizdən mətnə uyğun düzgün sual istəyir. Aboriginal people ate only fruit and plants. Xeyr. Deyir, yalnız nə? Meyvə və nə ilə? Bitkilərlə qidalanırdılar. A variantı yanlışdır. Work to protect their culture for the future. Burada B variantı ilə düzgün cavabdır. Səhv eləmirəmsə elə mətnimizin sonuncu cümləsidir. Baxın. Work to protect their culture for future. Düzgün cavabımız elə burada nədir? Budur. Baxaq görək. Work to protect their culture for future. Baxın, mətnin sonuncu cümləsidir. Are native people of Europe? Europe yox, Avstriyanın şeydir. D variantı yanlışdır. Didn't have any traditional culture. Bu da yanlış cavabdır. Düzgün cavabımız qalır nə? B variantı. Yetmiş altıncı sualda mətnə uyğun düzgün cavabları istəyir. Aboriginal people use painting to sell stories about their story. Bir ola bilər. Aboriginal people didn't know anything about the environment. Burada iki yanlış cavabdır. They didn't follow rules based on family connections. Əslində yanlışdır. Çünki bunlarda ailə dəyərləri nə idi? Vardı. Yəni cavanlar nə idi? Cavanlar nə idi? Böyüklərə hörmət edirdi. Bu kimi dəyərləri var idi. Ona görə cavab nə qalacaq? 2-3 yanlış cavabdır. 1 ilə 4. Dinləməyin sualların birbaşa cavabların birbaşa deyəcəm. Gəlin baxaq. Burada A variantında dil öyrənməyin əhəmiyyətindən, xarici dil öyrənməyin əhəmiyyətindən, vacibliyindən danışırdı. B variantı 78-ci sualda knowing foreign language help us deyir ki not mentioned hansı vurğulanmırdı. Burada da bədən dilinin başa düşülməsi yox idi orada. Y variantı yanlış cavabdır. Yəni düzgün cavabımız Y variantı qalacaq. Yenə burada mətnə uyğun bizdən düzgün cavab istəyir. English olacaq is the one of useful language. Bu da olacaq nə? C variantı. Əşqadıncı sualda indi burada true false. Foreign language play a vital role in our lives. A variantı. Burada olacaq true olacaq. Studying foreign language isn't really good idea. False. Mətndə belə bir şey yox idi. Foreign languages make traveling modal. Dal nə idi? Yəni maraqsız. Deyir ki, xarici dil səyahət etməyi nə edirdi? Maraqsız edirdi. Əslində more interesting. Yəni daha maraqlı edirdi. Orada vurğulayırdı ki, more interesting. Ona görə burada false. Learning the language will help you realize literature. Burada olacaq nə? True. Deməli 1 true, 2 false, 3 false, 4 true.
Bu qədər. Sağ olun, salamat qalın. Növbəti video izahlarda görüşənədək.